Gələ yoldan kəsərdim. Oradan necə keçirsən? Qardaş açmışdı. Aha, bir 10 nəfər gəldi. Salam, salam. Hər kəsə salam. Necəsiz, gününüz xoş və uğurlu keçsin. Hər kəsin sabahı xeyir. Salamlar, salamlar. Gedə bildim, bəli, getdim. Sən mənim adımı niyə vermirsən? Yəqin bilmirəm, o anlarda da iç var ha burada. O deyirdilər, Xırdalanda iç çoxdur. Həqiqətən çox imiş. Yəni, küçə itləri çoxdur. Aha. Yəni, yolu o yana keçsəm yaxşı olur. Hara gelsən? Heç hələ bilmirəm, hara gedirəm. Parka gedirəm. Yuxarıda yazı var uşaqlar, yazın görək. Bilmək istəyirəm, yuxarıda yazı var. Kart paylaş. Hardasan? Xırdalanda. Nəyə görə paylaşım ki? Hər dəqiqə kart qoyuruq, insanlar yanlış anlayır. Deyirlər, nə bilir, diləndir, elgir qardaş. Aha, keçmək olar yolu. Acaba elədin qardaş, amma yəni hər dəfə qoyuruq, elə billər dilənib edirik də. 50 nəfər az deyil. Saçdakı 60. Avtosan yox. Misir Parkı. Gedirəm Misir Parkına. Səhər-səhər gəlmişəm bura. Baxın. Belə də ətraf. Buran bilməm nə sayılır da. 70 nəfər gəldi səhər-səhər. Bunun saçına bax. Qaqa, mən özüm Xırdalan uşağıyam. Qaqa, mən özüm Xırdalan uşağıyam. Çox gözəl. İzləyən insanlar var. Yoxdur da uşaqlar, bir bərbərim yoxdur. Nə olub 2 gündür çöldəsən? Çöldə deyiləm. Yenə də. Aha, indi bir dənə yolu o yana keçir. Parka gedim. Təşəkkür. Ayağım ağrıyır çox gəzməkdən. Dünən çox gəzmişəm. Eşqübalan, Koroğlu, 20 yanvar, nə bilim, hər tərəfi gəzmişəm. Koftam yoxdur uşaqlar. Axırıncı videoma baxın. Axırıncı videoma baxın görəcəksiniz. Yəni koftam zadım yoxdur, fərqli. İlyasın ekspresi paylaşmışam ki, bəlkə mənə bir ekspresi paylaşmışam ki, bəlkə mənə bir dənə koftadan zaddan verər. Ha, axşam 20 yanvar deyil. Evdə oturub adam sıxılır, yəni ona görə. Səhər-səhər bu qədər adam gəlirsə böyük bir şeydir. Hansı tərəfdəsən? Aha, burada nə bilim, mega, nə bilim, ticarət mərkəzi var, nə var oradayam. Bir dəqiqə. Mega City Apşeron, nəsə elə bir şeydir. Mega City Apşeron, həm arazizad var. Bir dəqiqə yol keçə biləcəm gördüm. Aha. Ged işdə. Uşaqlar, iş təklifləri var, amma hələ qəbul etmirəm də, bilmirəm yəni. Çox iş təklifi var. Bilmirəm hansı birini qəbul edəm, hansı birinə gedəm. Aha, buradan yol keçə bilərəm deyəsən. Bir dəqiqə, piyada geçidi var. Deməli, keçmək olar deyəsən. Yoxsa? İşdən. Aha, deməli yəni, iş təklifləri var. Sadəcə özüm hələ qəbul etmirəm.
90 nəfər, 80 nəfər. Yəni səhər üçün məncə pis deyil. Səhər bu qədər baxmağı mənə yaxşıdır, normaldır. Hə, deməli mən kart hesabının zadını ona görə qoyuram ki, mən belə gedirəm, vloglar çəkirəm, videolar çəkirəm. Mənə misal üçün də yəni maddi bir dəstək lazımdır da. Ən azından nə lazımdır? Bir nə bir mikrofonmu deyim, sonra nə deyim, belə şeylər lazımdır. Mikrofon, sonra powerbank, bu cür şeylər lazımdır. Ona görə qoymuşam kart hesabını ki, bəlkə kimsə dəstək olar da mənə. Başına dəysini çəkdiklərim. Yəni, mən sənə deməyə söz tapmıram. Aha. Hə, gəlib çıxdım Misir parkına. Bu Amunhotepdir, görəsən. Uşaqlar, bunlar Amunhotepdir, yoxsa nədir belə? Amunhotepə oxşayır. Aha, Amunhotepin yanına gəlib çıxmışam. Hə, deməli belə. Gəl, hara gəlim? 100 nəfər mənə baxır. Səsin gəlmir. Niyə gəlmir ki? Qardaş, mən hamıdan kömək istəmirəm ki. Kim kömək edə bilir, onlar edir. Yəni, mən durub burada 100 nəfərin hamısından kömək istəmirəm. Kim imkan sahibidir, onlar kömək edir mənə. Bəli, bəli. Piramida zad var burada. Gəlmişəm Misir parkına. Burada hara çıxıb gedə bilərəm ki? Kart hanı? Kart buradadır. Yəni, mənə misal üçün gələcəkdə mikrofon lazımdır, powerbank lazımdır. Ona görə bu kartı paylaşıram ki, yəni imkan olan şəxslər mənə maddi dəstək ola bilərlər. Pəncərədən səni görürəm. Qardaş, burada bina çoxdur, mən bilmirəm haradan mənə görürlər. Yəni, burada hər tərəf binadır. Atıram 3 manat, haqqı var ilə. Çox sağ ol qardaş, sənin də haqqı var ilə. Allah razı olsun. İşləyib ala bilmirsən, ala bilirəm. Niyə də ala bilmirəm? Niyə ala bilməyim? Sadəcə nə bilim, hələ bir iş tapa bilməmişəm, uyğun. Ondan da başqa 12-ci mərtəbədir. Mərtəbə buradan saya bilmirəm. Canlıya qoşula bilsənsə, qoşul göstər, mən elə görə bilərəm sənə. Qoşula bilsənsə, qoşul canlıya göstər. Pəncərədən salam. Amunhotepdir bunlar, bilmirəm. Amunhotep. Misir tanrıları. Qoşul canlıya göstər, görün mən hardayam. Arxa kameranı göstər. Kənddən gəlmişsən? Yox, kənddən gəlməmişəm. Kənddən gəlməmişəm. Günəşli deyir uşaqlar, çox istidir. Binanın başındayım, görürsən. Hansı binanın, harda? Başqa hara gedim görəsən. Nəsə bu park biraz maraqsız gəldi mənə. Kart hesabını ondan ötürü paylaşıram ki, uşaqlar, mən misal üçün də gedirəm haralarasa gəzirəm, eləyirəm. Mənə şey lazım olur da. Heç olmasa yol pulum var, bəli. Mənə az-çox maddi dəstək lazım olur, ona görə paylaşıram. Yəni o da imkan olan şəxslərdən, imkan olan şəxslər edə bilər onu. Mən hər kəsdən istəmirəm. Cəmaət gəlib bura şəkilzat çəkdirir. Mən gəlmişəm canlı açmağa. 135 nəfər hazırda mənə baxır. Yəni, səhər yorğun, yuxuda yatmamışam. Gecəni bir üstə yollardaydım. Üstəki xırdalan sözü necə yazsan? Buradan yazmaq olur. Nə kömək lazımdır? Heç qardaş, sadəcə mən videolar çəkirəm, uzaq yollarda da gedirəm də bəzən. Mənə ən azından bir mikrofon lazımdır ki, danışanda eləyəndə küləyin səs tadı gəlir də bir telefondan. Bir elə bir şey lazım olar mənə, yaxa mikrofon, nəsə elə bir şey. Bir də powerbank lazım olar ki, misal üçün telefonumun zarikası tez bitir, yolda ləngiyirəm, gözləyirəm saatlarını haradasa. Kart at. Var, kart buradadır qardaş.
Yəni belə yəni. Bir də ki mən dəstəyi hər kəsdən gözləmirəm, sadəcə imkan sahiblərindən gözləyirəm. Hardasınız? Dünən nə vaxt getdin? 12 1. Tanıdığın sinif yoldaşım. Yox, hansı sinif yoldaşımsan? Görməmişəm, nə bilim, adi profildə. Gəlmişəm Misir parkı, Xırdalandı. Nəysə, buradan gedirəm mən. Buradan gedirəm. Başqa hara gedim görsən buradan. Yol da tanımıram, mən xəritəyə görə baxım. Gələk xəritəyə baxım. İstidir, gün də vurdu başım vurdu. Hə, bax sən indi mən tanıdım. Deməli sən səssiz atılmalı bir insansan. Özü məni də takib edir. Ətrafı göstər. Atdım qardaş. Gəl ucara, get af parka. Af çox uzaqdır, piyada gedəmərəm. Qıçım ağrıyır. Dünən gəzmişəm, gəzmişəm. Şüvalanı, Koroğlunuz, 20 yanvarı. Yəni, afa gələ bilmərəm, af çox uzaqdır. Gəl Sumqayıta. Bir gün inşallah gələrik orada. Bir gün ora gələrik. Bu arada bura mən video çəkməyə gəlməmişəm. Bura sadəcə yolum düşüb gəlmişəm. Karta bax gör gəlib. Burada ATM var. ATM varsa baxım bir dənə karta. Allah sən düş, nə? Bayıla gəl. İnşallah gələrik. İmkan edib hər yerə gələrik. Karta bax, baxıram karta. Hə, yəni kartı ona görə qoymuşam ki, uşaqlar mənə gələcəkdə videolarımı daha təkmilləşdirə bilməyim üçün mənə, nə bilim, necə deyim, mənə hardasa bir maddi dəstək lazımdır. Bunu da ki, mən hər kəsdən istəmirəm və gözləmirəm. Yəni, imkan sahibləri mənə dəstək ola bilər. İsti olmursa, nə istidir? Yəni, kartı ondan ötəri qoymuşam. Üzünü 40 yaraşmır. Ola bilər. Ola bilər. Nəysə, uşaqlar, çıxdım parkdan. Başqa hara gedə bilərəm burada? ATM yeri bilmirsiniz. Jupiter'ə gəl. Qaraçıqlar ya. Bu tətbiqdən girib baxa bilmirəm karta. Amma gələ buradan çıxan da proqramla baxa bilmirəm. Telefonum bir dənədir. Mütləq. Qaqa, bəlkə bekarsan, yox, niyə ki? Şirvana gəl. Uşaqlar, hələ ki rayonlara getmirəm. Mənim maddi imkanım yetmir rayonlara getməyə. Nə vaxtsa yaxşı bir yerə gəlib çata bilsəm, rayonlara gedəcəm. Sponsorum, reklam üçün nəsə belə bir şeylərim olsa gedə bilərəm. Hələ ki tezdir, yəni. Hələ ki Bakıda gəzə bilirəm. Yox, niyə kəsilsən ki? Səhər xod var. Bəli, qardaş, bəli. Tanıyırlar. Belə də. Saçım da deyər, pis vəziyyətdə deyəmiş olduğu kimi. Çox istidir ya, uşaqlar. Ürəyim sıxıldı. Səni orada tanıyırlar. Hələ ki bir tanışım çıxmayıb. Lənkəran bazarına gəl, yolsunlar sən. Əstağfurullah, niyə də yəni? Görüb salam verən olur. Belə olur hə. Burada yox, amma belə olur. İndi bilmirəm, hara gedirəm mən. Hə, ATM-yə gedirdim. Cemlə ATM tapım. Bununla ötəri paylaşıram ki, gələcəkdə mənim mikrofon, sonra şey lazım olur, powerbank. Onlara görə paylaşıram kart hesabını, başqa yəni bir şeyə görə yox. Kənardan da baxırlar, mənə qəribə gəldi. Bir dəqiqə, mən indi hara gedirəm belə. Seydin dönəri. Axşam çox gəzmişəm. Nə işdə bu dilləri özünə almırsan? Bəs mən işləsəm videolar kimi çəkəcək. Yox, yaxan mikrofon lazımdır mənə. Gedirəm çöldə video çəkirəm, küləyin sesi adı düşür də. Yanında qız var. Yox, təkəm. Heç kim yoxdur yanında.
Mikrofon da olmasa en azından bir powerbank lazım. Yox, kameraya ehtiyac yoxdur. Yəni kameranı belə idarə edirəm. Yəni telefon kamerası bəs edir, kifayət edir. Sadəcə. Aha. Mənə nə lazımdır? Deməli. İşte də video neyinirsən? Mən sevdiyim iş budur. Yəni blogerlik, video çəkmək. Ona görə bu işi görürəm. Yəni mən sevdiyim iş budur, yəni bunu gördüm. Belə. Bu dəqiqə burada ATM var. Baxaq görək. Baxaq görək. Pul atıblar. ATM-ə baxın. Mən özümə görə yəni bir şeylərlə məşğulam da. Siz məni bəyənməyə də bilərsiniz, izləməyə də bilərsiniz. Yəni bəyənən bəyənir, izləyən izləyir də. Mən özümə görə bir şeylərlə məşğulam. Vlog çək də, olar o da. Günə nə qədər qazancın olur buradan. Onu nə sizin soruşmağınız düzgündür, nə də mənim deməyim düzgün sayılmaz. Yaxşı olmaz. Yəni baxaq görək, çox adam var burada da. Bəli, mənim o deməyim düzgün çıxmaz. Həm də sizin soruşmağınız da biraz düzgün deyil. Çünki kiminsə qazancını soruşmaq məncə biraz mənə görə biraz gəlir də. Biraz qəribə gəlir mənə görə. Baxa görə karta kimsə nəsə atıb. Soruşanda nə olur ki, düzgün deyil də. Yəni yox, dövlət sirri deyil, sadəcə düzgün deyil. Yaxşı çıxmır. Ümumiyyətlə kimləsə maaşını soruşmaq, nəsə soruşmaq yaxşı deyil, biraz pis çıxır. Aha. Bəli, yəni yəqin anlayışlı insanlar var burada. Onlar bilir ki, kiminsə maaşın, qazancını soruşmaq biraz yaxşı çıxır. Burada heç sən yoxdur. Bəlkə sənə görə ola bilər, amma mən fikirləşirəm ki, bu yaxşı deyil. Yaxşı bir şey deyil məncə. Kiminsə maaşını soruşmaq, qazancını soruşmaq. Yəni, kim nə qazanır, qoy qazansın. Bəli. Axır ki, bir anlayışlı insanlar çıxdı. Fərqi yoxdur, hər nə istəyirəm, nəyəm, çatıram, haram. Ümumiyyətlə, yəni kiminsə qazancını soruşmaq və s. yaxşı deyil. Mod elədim, modlarım yetərli qədər var, edə bilmirəm. Olacaq bir gün, nə vaxtsa olacaq, səbirli olun. Bir gün yaxşı bir yerə gələcəm, onda deyəsiniz ki, elə işləməsən yaxşıdır. Bəli. Aha, sən də getdin səssizə. Deməli. Təşəkkür. Arkaya bax. Aha, sən... Aha, deməli. İçində məbləğ var da, olmalı da. Yaxşı. Baxaq görək, bura işləyir, işləmir. Təzə basaq, burada yox, tanımıram, haradır. Bir manat var. Pul qalmıyor. Hadi. Minimum 10. Ha. Neyse. Başımı çıkardım.
Nəysə bankomat işləmədi. Bu arada heç kim heç nə atmayıb. Yəni kimsə nəsə atsa çıxarda bilərdi. Qardaş, gəlib eləmə günə. Amalın günüdür. Mən qaçdım buradan. Canlı açmaqda fikrim həyatda qalmaq. Sizin yaşamaqda fikriniz nədir? Məndə də o. Fikrim həyatda qalmaq. Yəni başqa nə bilim. Heç kim məcbur deyil, sadəcə imkan sahibləri atacaq. Yəni səni heç kim heç sənə məcbur eləmir. Mən bir bloger kimi, yəni videolar çəkirəm, mənə maddi dəstək lazımdır. Aha. Kimin imkanı varsa onlar dəstək olacaq mənə. Yəni sizi heç kim heç sənə məcbur etmir, edə də bilməz. Bəli, mən belə həyatda qala bilirəm. Yəni misal üçün də sən özün nə işlə məşğulsan, yəni nə iş görürsən. Hərə bir cür həyatda qalır da, yəni. Mən təkcə TikTokdan kifayətlənməyəcəm ki. Belə də ki, yəni o qədər insan var, TikTokla ailə də qurur, ailə də saxlayır. Masajıra gəl də. Sizə görə iş olmaya bilər. Hərənin öz zövqü var. Mənə görə də bu da işdir. Bu arada mən heç kimin işinə qarışmıram. Heç kimə də paxıllıq eləmirəm. Ramanaya gəl. Masajır uzaqdır. Buna bax. Qardaş, kim nə qazanır, necə qazanır, öz şəxsi işidir. Qoy hər kəsin qazancı bol olsun. Buna bax. Arada qabağa fırla kameranı. Xırdalan. Xırdalandır bura. Oradan 535.000 düş gəl masajıra. Uşaqlar yorğunam, masajıra gedə bilmirəm. Yeri deyil yəni bu şeyin. Yəni bunu burada yazmağının yeri yoxdur. Kənardan da mənə çox qəribə baxır insanlar. Qaqa, Şuxova gəl restoranlara. Ola bilər. Qardaş, masajıra hara gəlim? Masajırda tanımıram axı bir yer. Nə bilim, hara var orada? Saçın niyə həmişə dağınıq olur? Nə bilim, mən saçıma düzəliş verə bilmirəm. Xırdalandan 1000 marşrutda gəl Müşfiq qəbristanlığına. Başa düşmədim, mən Müşfiqə gəldim, okey. Qəbristanlığa niyə gəlim? Qardaş, hələ biz cavanıq, qoy bir yaşayaq, bir görək, bir ömür sürək. Yəni, qəbristanlığa gəlmək tez deyilmi? Vasmoya gəl. Mod. Uşaqlar, mod verə bilmirəm hələ heç kimə. Hələ heç kimə mod verə bilmirəm. Aha, burada idman aparatları var. Bəlkə idman eləyək. Çoxdan idman eləmirəm, turnikdən, jimdən. Bu yaşayış deyil, valla. Valla, mənə görə elə bu ən gözəl yaşayışdır. Mənə görə ən gözəl yaşayış elə budur. Hə, elə, bəlkə bir turnikdən zatdan eləyək, bilmirəm. Telefon prosesara qoyacam, o da bilmirəm. Hə, elə, baxar yaxşı görüm, bir turnik elə bilirəm. İdman elə. İdman eləyib, sadəcə nə eləyim, o bilmirəm. Yəni, qəribə aparatlar var. Eləyə biləcəyim bir şey turnikdir. Görüm, o eləyə bilərəm. Turnik eləyə bilərəm. Aha, mənim boyum hansıdır? Bu mənim boyumdur. Bunu hara qoysam yaxşı olar. Bu da durar, görəsin. Düşər telefonu burada. Burada durmayıb. Burada heç cür durmur. Durursa bir turnik eləyərəm, aparat. Yəni də buna nə deyirlər ki? Aparat demirlər. Birinə ver çəksin. Bura qoysam bəlkə çəkər. Belə çəkər bəlkə. Ne deyirsən, ben mühalimatını satın edin. Buradan içmeyi de şuradan var. İşlemiyor. Kapımın nerede o abi? Nə qədər vura bildim uşaqlar, yazın görək. Yəni çoxdan turnik eləmirəm, əsgərlikdən gəlindən bəri. 6 dənə vura bildim. Heç olmasa düz vurdu.
Çoxdan idman eləmirəm, yəni zəifləmişəm. Ha, başqa nə var burada görəsən? Elə bildiyimiz turnik paralel qoldur. Vur da bir. Eləyə bilmirəm, mən yoruldum. Əskəriyin harda olub? Qazaxda. Şu an yenə vururum bir 5 dənə. Azı 15 vurmalıydı. Yox, vuramıram, o qədər gücüm yoxdur qolumda. Boyu neçədir? 1.70. Qolumda o qədər gücü yoxdur. Yəni 5 dənəsini gücdən vururam. Hə, vur 5 dənə. Yəni qolum özünə gəlsin. Bura necədir? Gəlin görüm. Bura biraz alçaqdır. Elə hündür yaxşıdır. Çox sürüşür bura sadəcə. Çox sürüşkəndir. Yox, siqaret çəkmirəm. Jüm elə. Yəni jümü necə edeyim burada? Qoy elə turnik vuraram bir 5 dənə. Biraz özümə gəldim. Yorğunam, yuxusuzam biraz, halım yoxdur. Xəyyam kimdir, yaxşıyam da xəyyam kimi tanımadım. Nəysə, bir dənə qoy, 5 dənə turnik vuraq. O bura sabitləyim. Siqaret çəksən çəkmirəm, yox. Salam. 5 dənə turnik vuraq. Salam, yaxşıyam, sən isə. Yox, heç çək. Çəkə bilirsən. Yox. Getmir. Ay, bu nədir? Getmir. Ha, qardaş, mən niyə görə turnik? Mən əskərlikdən gəldim, belə turnik vurmuram. Belə pres aparatı var. Bu bilmirəm nə işə yarayır. Bilmirəm nə. Düşdü kan belə o da. Belə pres aparatı var. Bəlkə pres edeyim. İdman edirlər yəni. Aparatlar var. Nəysə, mən yoruldum da. Görüm də. Başqa görə nə var? Hə, elə yox, pres elənmərəm. İtlərə bana qədər it var. Bu nə olan şeydir? Oturacaqlı bir şey var. Diyan görək. Bu nədir? Ha, diyan görək. Bir də maraqlı bir şey var. Aha. Oturdum diyan. Bax, belə bir şey var. Bu nədir? Nə işə yarayır ki bu? Bir dəqiqə. Bu belədir. Bunun yəni özəlliyi nədir ki? Buna bax. Qaqa, bugün 5 dənə, sabah 6 dənə ilə turnikin sayını artır. Bu nəyə işdir, bax. Bu nədir belə? Bu əlinlə edirsən, yoxsa ayağına edirsən? Ayağa. Bu nəyə xeyri var, mənə çatmadı. Mən birinci dəfədir belə bir alət görürəm. Ha, bildiyiniz şey həyatda iş tap deyə, qardaş. Nə bilim ya, valla. Sizə deməyə söz tapmıram, Allah and olsun. Siz, yəni, bu həyatda heç nədən zövq ala bilmirsiniz. Sizin həyatda zövq aldığınız şey işləmək də. Səhər işə gedib, axşam gəlmək evə yorğun. Siz bundan başqa bir, nəsə bir fəaliyyət zad bilmirsiniz həyatda. Yəni, hamıya aid deyil, o ömür boyu, yəni, iş tap, işdə deyənlərə aiddir. Yəni, siz bundan başqa bir həyat fəaliyyəti bilmirsiniz. Misal üçün, gəzmək, nə bilim, idman eləmək, nəsə başqa bir şeylər eləmək. Yəni, bax, gəlmişəm belə idman edirəm burada. Yəni, nə pis şey var ki burada. Mən sülənmirəm müştəriləri, maşallah gəzirəm. Yəni, canlı yayım aparam özüm üçün, əylənirəm. Dəstək olanlara dəstək olurlar, hədiyyə atırlar belə. Yəni, boş iş deyil mənə görə. Mənə görə ən gözəl iş budur. Mənim ən sevdiyim iş budur. Misal üçün, sənin sevdiyin iş gedib harasa işləməkdir. Mənim də sevdiyim iş budur. Yəni, hərənin öz sevdiyi bir iş var da həyatda. Hamı, yəni, gedib sizin dediyiniz işdə işləməyə də məcbur deyil axı.
Gələn səfər Qaraçuxura gəl. İndi Xırdalandayım. İnşallah bu alət biraz pis oldu. Başqa alətə keçmək istəyirəm. Bu aləti bəyənmədim. Təşəkkür. Bu alət yaxşı olmadı. Salam. Belə bir alətdir. Bu nədir? Nə işə yarayır bu? Buna bax, bu nə işə yarayır? Maşın sürürəm elə bir, yoxsa harda işləyirsən belə? İşləmirəm. Səhər gəlmişəm Xırdalana idman eləməyə. Ayaq üstə elə. Doğrudan bu ayaq üstə eləyirlər, deyən. Yıxılaram, Valla yox, ayaq üstə eləmirlər axı bu. Yıxılar adam oturacağı var. Oradan ged Vüsalın yanına bir dənə kərətin vurursun. Bəs nətər dolanırsan qaqa? Ailəm var mənim. Ondan da başqa buradan yəni dəstək gəldim, mən onunla dolanıram. Hə, yəni belə. Dolanıram, min şükür. Uşaqlar, indiki vaxtda bir cavan gənc özünün gücünə dolandırır. O ki, qaldı evdəkilərini dolandırmağa. Bu nədir? Bu nə maraqlı aparatdır? Belə bir aparat tapmışam. Yəni, indiki vaxtda bir gənc özünün gücünə dolandırır. O ki, qaldı evdəkilərini dolandırsın. Mən axırıncı dəfə 400 manata işləyirdim, ambarda fəhlə. Mən o 400 manatdan heç özümü dolandıra bilmirdim. O ki, qala onun evdəkilərini dolandıram. Nə bilim, aparat deyim, texnika deyim, nə deyim bura mən? Bunun adı nə gedir, heç bilmirəm. Rol kimi olanı da var. Deyirəm də yenə də ailə başçısı olmayacaq. Gələcəkdə ola bilərəm, niyə də olmayayım? Ona görə üst tutdu TikTok'a. Siz sadəcə bilirsiniz necəsiz insanlarsınız. Həyatda yəni heç bir şeyə nail ola bilməyən insanlarsınız. Kimsə də nəsə etməyə çalışanda baxıb ona qısqanırsınız da, belə deyim, paxıllıq edirsiniz bəziləri. Olur da, yəni qazancdır, dəyişir. Maaş almıram ki mən. Ailənə sən baxmazsın. Mən evli deyiləm ki, ailəmə baxam. Belə də ki, yəni buradan qazandığımla ev üçündə nəsə edirəm bəzən. Nəysə, bu biraz şey gəldi mənə, başqa bir alətə çıxaq, görək. Belə bir alət var, bilməm, bu nədir? Nədir? Hə, burada qıçda aralayırsan, belə deyəm, belə. Hə, belə alət də var. Uğurlar sənə paxıllıq edən... Belə bir alət var, uşaqlar. Bu nədir? Bu nəyə işləyir görəsən? Şubağa da asılsan üstündə. Mənim işim var, gözəl bir işim var. Bax, doğrudan bunlar nə giz-giz aparatlardır. Yəni, mənasız aparatlardır. Paça qıra. Deyən düşər, kimsə çəkər bizi qıraqdan qoyar TikTok'a da. Xırdalan, bəli. Bu nədir görəsən? Bir dənə belə bir şey də var. Bir dəqiqə. Bu nə olan şeydir? Belə bir oturacaqlı şey də var. Aha, hə, bu da ayağa işləyir görəsən. Mahnı oxuda küçələrə süsləmişəm. Dəqiq. Bu nədir bilmirəm. Oturmuşam burada. Dalımdayım. Doğrudan. Dalımda ol. Mən qabağımda ol, yanımda ol mənim. Arxamda olma. Təlləbəsən? Yox, mən kəsilmişəm. Universitet oxumamışam. Təşəkkür 13. Səni çəkirəm. Elə bu saat çəkirsən məni. O bilirsən ki, kimisə çəkmək, qanunsuz çəkmək cinayətdir də. İzləyicilərimin video nə vaxt gələcək? İrəlidə gələr inşallah. Nəsə, bu aparatlar biraz mənə qəribə gəldi. Belə bir aparat da var. Bu bilmirəm nədir. Ha, bu paralel qol da, deyəsən. Bu necə eləyim mən? Bilmirəm də, bu mən necə eləyim. Bu aparat necə işləyir, onu bilmirəm. Gələn ilə qaldı. Buranı qoysam belə çəkər. Özü görür.
həmişə bura gəlib idman edirsiniz? Yox, həmişə gəlmirəm. Həmişə gəlmirəm. Giz-gizi aparatlar var. Giz-gizi aparatlar var. Salamatı turnikdir elə. Qaqa, işiniz olmasın canım. Hətta yəni pis bir şey eləmirəm ki, idmandır. Bax, idmana göstərirəm ki, gəlin idman eləyək. Gəlin idman eləyək, sağlam qalaq. Aha, bir dəqiqə. Gəlin idman eləyək, sağlam qalaq. Gəlin idman eləyək, sağlam qalaq. Aha, bir dəqiqə. Bu 2.50 eləmək lazımdır, 1.50 alınmır. Budur, bu nədir belə? 1.50 alınmır, 2.50 yaxşı olur. Aha, alsan Sumqayıt. Sumqayıt nədir? Qardaş, Sumqayıt nədir? Sumqayıta gəl, hə. Yönətimin tam bilmirsən, onca gəlmişsən. Hə, 2.50 eləmək lazımdır bunu. Mən bir əlimi telefon tutmuşam. Telefonu gəl kənara bir yerə qoyam ki, oradan telefonu kənara qoyam ki, oradan mənə çəksin. Mən də bunu edim. Can gözə yıxılacam, mən də bunu edim. Can gözə yıxılacam bir dəqiqə. Gözlə gələk, bura qoysam çəkərəm. Çəkir mənə, görəmirəm şəhərlərdə. Bu nə alətdir, bu nə aparatdır. Həqiqət, başım ərləndi. Bu nə texnikadır, bu nə alətdir. Gəl salamatı turnik vuraq, boyum 1.70-dir. Gəl salamatı bir 3 dənə turnik vuraq, o bəsdir mənim. Gəl masajıra nə olar. Qardaş, gələrəm inşallah. Sibirizdə vlog çək, reklam elə. Reklam bacarığım olsaydı, çoxdan eləyərdim. Harda olursan? Bakıda. İndi gəl. Yox, indi masajıra gəlmirəm. Gedirəm. Burada qol güləşi aparat da var. Bir dənə turnik vuraq sizin üçün. 3 dənə turnik vururum. Gəl masajıra. Gələnmirəm qardaş. Masajıra gələm. Neçə kilo olsan bilmirəm. Amma yaxındır. Bilirəm yaxındır. Sadəcə masajda işim yoxdur axı mən. Gedim yavaş-yavaş mən evə. Bəs idman elədik. Gedim mən. Hə, deməli buradan hara çıxmalıyam? Bilirəm uzaq deyiləm, sadəcə gələ bilmirəm nə masajıra. Xırdalandayam, bilirəm. Burada hara baxırsan, nədir adı? İtlərdir. Turnikə zülüm verdin. Avtobuslara canlansın. Yox, avtobusa canlasmaq olmur. İnsanlara daha yaxın olursan orada, danışıb elə bilmirsən, sıxılırsan biraz. Həm də sənə qərbə baxırlar. Yəni, ona görə avtobusa canlasmaq olmur. Boks makinəsi var, misal üçün. Boks makinəsi var. Mən bir dənə çəkənim olsa, qıradan çəkən olsa, keçək burada atraksiyonlar var. 1535-ə gəl. İstiyə bax, ürəyim sıxıldı. İsti ürəyimi sıxdı. Hara alsan? 37. 37. Hara alsan sualım verən nə deyirəm ki? 37. Başqa nə deyim? Bəli, Qobustan. Mən artıq yorulmuşam, yəni dəfələrlə deməyə. Mərəzədənsən, bəli. Dəfələrlə deməyə yorulmuşam. Qusar yox, Qusar 38-dir.
Qusar 38-dir. 37 dedim mən. İstiyə bax. Çox istidir. Bəli, bəli, Qobustan. Xırdalana uzaqdır. Belə də bir 80-90 kilometr yolu var. Haradır bura? Xırdalan, Heydər Əliyev parkı. Yox, yaxın deyil. Harasa bir 70-80 kilometr fərq var arada. Yol var. Aha, quş nətər keçdisə yanından. Az qal gözümə girmişdi. Deməli, bayraq meydanı da bura. Nə qəşəng bayraq meydanı var ha burada. Sadəcə bayraq yoxdur. Bayraq meydanı var, amma bayraq yoxdur. Get Kristal 1-ə. Mən buradan çıxıb gedirəm, burada qalası deyiləm. Bu adama yazılı verməlidir axı. Ada, evimizin yanında nə gəlsən? Burada ev var, parkdır buranın hər tərəfi. Bəli, bəli, Heydər Əliyev parkıdır. Bura, nəyə görə? Bayraq gülləsi deyim, dirəyi deyim, yəni var, amma bayrağın özü yoxdur deyəsən. Simpatiksin xaqam. Bax, belə hündür bir bayrağı var. Bayraq deyilmi? Dirəyi var, bayrağın özü yoxdur. Gedim 135'e minim. 135'e minim çıxım gedim. Burada mən çox qala bilmirəm. 135'e minim gedim. Bu dirək var, bu bayraq dirəyi var. O kim ki mənə qərəzli söyüşlər yazırlar, pis şeylər yazırlar, mənə qərəzli. Bu dirək, yəni onlarda da demirəm dalın. Özləri yaxşı bildilər. O kim ki mənə qərəzli yazırlar, bu dirək var. Bu onlarda. Mən də heç vaxt abrımı pozmuram burada. Özləri yaxşı bilirlər. Mən heç vaxt burada çalışıram söyüş-zat söyməyəm, abrımı pozmayam. Yox, ehtiyac yoxdur gəlməyinə ya da görüşməyimizə. Mən artıq çıxıb gedirəm. 135'e minim çıxıb gedirəm. Normal baxıram, yəni hər kəsin şəxsi fikridir. Kim istəyər evlənər, kim istəyər boşanar. Yəni biz heç kimin həyatına yön verə bilmərik. Eləcə də kimsə də bizim həyatımıza yön verə bilməz. Yəni kiminlə istəsəm evlənərsən, kiminlə istəsəm boşanarsan. Marvel setini satdın, yox satıram. Bir cütün 15 manata satıram hələ də. Bəs boşanmış kişilərəm. Yenə deyirəm, bu hər kəsin şəxsi fikridir. Kim əgər dolanmırsa ailəsindən boşana bilər və ya evlənə bilər, öz şəxsi fikridir. Mən kiminsə şəxsi həyatına qarışa bilmərəm. Eləcə də yəni mənim də şəxsi həyatıma kimsə qarışa bilməz. Videolarda ondan ötəri çəkirəm ki, motivasiya olum, yəni elə insanlara. Boşanmış qadınla ailə həyatı qurarsan, niyə də qurmayasan? Yəni niyə də qurmayasan? Əskərlikdə harda olmusan? Gəncə. Hara gedirsən? Bilmirəm, prospektə. Sən yaxşı oğlansan, təşəkkür. Prospektə gedirəm, de bura. Parkdan çıxıram. Burada svetofor işləmir, deyəsən, işıq var. Bəs Qazaxda olmuşdun əskərlikdə. Hər ikisində olmuşam da. Həm Gəncə, həm də Qazaxda olmuşam. Yəni birinci Gəncədə olmuşam, ondan sonra Qazaxda. Nəysə mən 135'e minim buradan gedim. İsti artdı, ürəyim sıxılır. Aha 135 getdi. Getdi 135. Doludur. Doludur. Bəli, bəli. Tez gəlir. Burada bu işləmir. Bu qırmızı işıqda qalıb svetofor. Niyə işləmir ki? Xarab olub buranın svetoforu. İşləmir.
Mingəçevirə gəl də. İnşallah. İndi hara gelsən? İndi ayağım hara başım doğru. Yoksa tersine alır. Neyse buradan yol geçmeye olmuyor. Gedim qabağa. Yani piyada keçidi var ama işləmir. Yani piyada keçidi var ama işləmir. Burada böyle velosiped mağazası da var ya. İnşallah hələ bir ölkədə video çəkeyim. Ondan sonra xaricdə çəkərəm. Canlını bağlayıb təkrar açıram, gəlin. Təkrar açıram. Bağlayıb açıram, gəlin.